İlk gecəmi xatırlayıram. O vaxt Zetnergazda yaşayırdıq və üzbəyüzdə bir şirniyyat dükanı vardı. Qapı ağzında hər zaman bir xidmətçi qız dayanırdı. Artıq yaşım 20-ni keçmişdi. Üst qatdakı otaqda dövlət imtahanına girmək üçün əlimə keçənləri içəri doldurub dayanmadan məşğul olur, var-gəl eləyirdim. Yay idi. Həmin il yaman bürkülər düşmüşdü. Ağzımda qorxunc Roma hüququ 2 dəqiqədən bir pəncərənin qabağında dayanırdım. Axır-axırda himcimlə bir-birimizi anlayıb görüş təyin elədik. Onunla saat 8-də görüşəcəkdik. Amma o axşam aşağıya düşəndə orada başqa bir adamı da gördüm. Yaxşı ki, bu elə də bir şey dəyişdirmədi. Mən bütün dünyadan qorxurdum. Ona görə də rastıma çıxan bu adamdan da qorxdum. İşte adam orada olmasaydı da mən ondan qorxacaqdım. Qız adamın qoluna girdi. Ancaq işarə elədi ki, onların dalınca gəlim. Və beləcə Şütseninsel parkına gəlib çıxdıq. Orada pivə içdik. Mən masanın kənarında dayanmışdım. Sonra oradan uzaqlaşdıq. Onları izləyirdim. Yavaşca qızın qaldığı binaya gəldik. Qəssab dükanları olan bir yerə. Adam orada qızla sağollaşdı. Qız da tez tələsi evə girdi. Qapıdan çıxıb təzəcə yanıma gələnə qədər gözlədim. Və Kleinside'da çayın qarşı tərəfində bir otelə getdik. Bunların hamısı əsəbləri pozan, həyəcanlı və çirkin şeylər idi. Oteldən əvvəl də, otelin özündə də fərqli heç nə yoxdu. Və səhərə yaxın hələ də isti və gözəl idi o. Charles körpüsünün üstündən keçib evə qayıtdıq. Şübhəsiz xoşbəxt idim. Ancaq bu xoşbəxtlik bədənimin sonsuz çığırtısından biraz aralandığıma görə olmuşdu. Hər şeydən vacibi xoşbəxtliyin bütün bunların daha da çirkin və daha da pis olmaması səbəbindəndir. Qızla ondan sonra bir dəfə də bir yerdə oldum. Mənə elə gəlir 2 gecə sonra olmuşdu bu. Hər şey birincidəki kimi yaxşı alındı. Həmin gündən həmən sonra bağ evinə getdim. Bir qızla mazaqlaşdım. Praqaya qaydanda xidmətçi qızı görməyə belə dayana bilmirdim. Ona bir söz demədim. Düşünürdüm ki, qız mənim ən böyük düşmənimdir. Halbuki yaxşı xasiyyəti vardı, səmimi qızdı. Baxışlarından məni anlamadığı hiss olunurdu. Onunla düşmənçiliyimin yeganə səbəbinin bu olmadığını deyə bilmərəm, çünki heç də elə deyildi. Biraz pis bir şey çıxdı ağzından. İndi deməyə dəyməz, amma bunun xatirəsi qaldı. O anda anladım ki, bunu unutmayacağam. Eyni zamanda bilirdim ya da inanırdım. Bilirdim ki, bu çirkinliyin və pisliyin zahiri görünüşlə ya da heç bir şeylə bağlılığı yoxdur. Əslində dərinlərdə bununla bağlı olmalıydı və bu çirkinliklə pislik məni dəlicəsinə otelə çəkən şeyin lap elə özü idi. Yoxsa mən bütün gücümlə ondan qaçardım. Və həmişə o zaman olduğu kimi qaldı. İllərcə susqun qaldıqdan sonra bədənim biraz çirkin, biraz parlaq, biraz çirkinlik, xəfif itələyici, əzab verici hala düşdü. Bədənim pis bir şey üçün duyulan arzuya dayana bilməyəcəkdi, sarsılacaqdı. Bunun ən yaxşısında belə mənə aid olan bir şeylər var idi. Biraz pis qoxu, biraz turş, biraz da cəhənnəmdən bir parça.